Bəzən anlayırsan, nə qədər dəyişsən də, həyat səni yenə eyni yerə gətirir. Eyni hadisələr, eyni duyğular və sən eyni iç boşluğunda donub qalmısan. Bu təsadüfi deyil. Bu sənin içində susan bir səsin, o kiçik uşağın səsini eşitmək üçün yaranmış təkrarlardır. Əgər bugün münasibətlərdən qaçırsansa, sevilməkdə çətinlik çəkirsənsə və özünü daima tənqid edirsən, qınayırsansa, bu duyğular bugün yaranmayıb. Onlar ta ana bətnində yazılan ilk yaddaşların ilk düyümlərinin kölgəsidir. Bədən bu yaddaşı unutmur. Şuuraltı hər toxunuşu, hər səssiz ağrını, hər qorxunu qeyd edir. Və hormonlar sadəcə bioloji sistem deyil. Onlar ruhunun içindəki uşaqla əlaqənin dilidir. Səbəbsiz yorğunluq, səbəbsiz ağlama, səbəbsiz gərginlik, səbəbsiz stres, bunların hamısı sadəcə bir simptom deyil. Bunlar içindəki o uşağın illərlə gizlətdiyi, gözlədiyi, məni eşit deyə çağırışıdır. Mən Leyla Əliyeva bir həkim olaraq sənə tibbi izah edə bilmədiyi hissləri və bir enerji terapevti kimi bədəninin səsini dinləməyi öyrədirəm. Çünki şəfa yalnız dərmanla deyil, o körpə səsinin qulaq verdiyi an başlayır. İçindəki uşaq qorxmur, susmur, gizlənmir daha. O sadəcə eşidilmək istəyir. Əgər bu səsləri artıq özündə hiss edirsənsə, bil ki, həyat sənə o yaddaşı sağaltmağa imkan verir. Mən buradayam. Səni təkcə bədənindən yox, daxilindəki o unudulmuş uşaqdan başlayaraq dinləməyə hazıram. Çünki gerçək sağalma oradan başlayır. Rəy bölməsində bəli yazaraq onlayn və canlı seanslarımıza qatılmağa dəvət edirəm sizi. Hələlik.